Hər vaxtınız xeyir olsun, əziz həmvətənlər. Müasir zamanın müasir qazanc mexanizmləri silsiləsindən növbəti bir təqdimatı sizin üçün edirəm. Bu dəfə sizə Victoric Automatic layihəsi haqqında danışacağım. Bu layihə təxminən, bu layihə İndoneziyada yaradılmışdır. İndoneziya vətəndaşı tərəfindən yaradılmışdır. Təxminən 8 ay bundan qabaq Rusiyaya gəlmiş, Rusiyadan isə bizim Azərbaycana keçid etmişdir. Yəni bu bir internet proje olduğu üçün, yəni burada interneti olan hər bir kəs yaşadığı yerdən asılı olmayaraq hər bir kəs bura qoşula bilər. Yəni fərq etmir. Yəni bu harda yaranıb, necə yaranıb və s. Yəni bugün bizim buraya çıxışımız varsa, bu bizim üçün kifayətdir. Bu proje crowdfunding prinsipi ilə işləyən bir projedir, bir layihədir. Crowdfunding kütlənin maliyyələşdirilməsi deməkdir. Yəni insanlar burada bu layihə çərçivəsində bir-birini maliyyələşdirir. Məhz bu layihənin iş prinsipi bunun üzərində qurulmuşdur. İnsanların bir-birinə inamı. Crowdfunding ümumiyyətlə crowdfunding haqqında yəni kifayət qədər məlumatlar internet məkanında tapmaq olar. Amma bir sevindirici halda sizin üçün deyim ki, artıq Azərbaycan dövləti məhz bu crowdfunding haqqında artıq qanuna baxır. Yəni bu yaxınlarda bunun haqqında qanun tətbiq olunacaq və artıq insanlar heç bir nədən, heç bir qorxu hissi, heç bir şübhə hissi keçirmədən bu cür layihələrdə iştirak edib özlərinin maddi resurslarını əldə edəcəklər. Layihəmiz, belə deyək, Victoric Automatic layihəsi çox gözəl bir üslubda hazırlanmışdır. Buranın iş prinsipi deyim ki, yəni doğrudan da əgər siz qısa zaman ərzində həyatınızın yaşayış səviyyəsinizi müsbət dərəcədə dəyişdirmək istəyirsinizsə, mütləq şəkildə bu videonu sona qədər izləyin və buradakı detalları diqqətlə nəzər yetirin. Ola bilsin ki, doğrudan da həqiqətən bu sizin üçün bir fürsətdir ki, dediyim kimi qısa zaman ərzində maddi resurslara sahib ola bilərsiniz. Layihəyə daxil olanda hər bir kəsə belə bir, necə deyərlər, kabinet verilir. Bu kabinet hər birimizin bir iş otağıdır, belə deyək də. Burada bütün proseslər göz qabağındadır. Bunların gəlməsi, getməsi. Yəni, layihədə nə proses baş verirsə, bunları biz kabinet üzərindən nəzarət edə bilərik. Bu layihə beynəlxalq bir layihədir, görürsünüzmü? Yəni, burada ölkələrin siyahısıdır. İndoneziyada yaradılmışdır və burada ümumi hal-hazırda bu layihədə 128.402 nəfər qeydiyyatdan keçmişdir, fəaliyyət göstərir. İndoneziya 26.572 nəfər, Haiti 11.128 nəfər, Qazaxıstan 8.100 nəfər, Benin 6.707 nəfər, Burkina Faso 6.384 nəfər. Yəni bu siyahı çoxdur, uzundur. Hal-hazırda 198 ölkə burada fəaliyyətdə göstərir. Gəlin baxalım, bunların içərisində Azərbaycan neçənci yerdədir. Azərbaycan hal-hazırda 16-cı yerdə qərarlanıb insanların sayına görə. Hal-hazırda burada 1600 üstü burada insanlar bu layihədə fəaliyyət göstərirlər. Yəni, layihə dediyim kimi çox möhtəşəm hazırlanıb, hər bir kəs əlçatandır. Elə bir çətin iş prinsipi də yoxdur ki, kimsə gəlib burada çətinlik çəksin. Ümumiyyətlə, crowdfunding, mən adı çəkdiyim crowdfunding nədir? Bir daha bunun haqqında deyim. Bu, Avropada yaranmış bir sistemdir. Artıq yavaş-yavaş geniş yayılır və bizim artıq ölkədə də buna baxılır. Burada kütlənin maliyyələşdirilməsidir. Buna misal olaraq bizim klassik lotereya oyunlarımızdır. Yəni el arasında lotereya oyunları keçirilir insanlar arasında. Bax, bu crowdfundingin bir hissəsidir. Ona aid etmək olar.
Yani dediğim ki burada biz birbirimizi maliyyələşdiririk. Niye kazanabiliriz? Çünkü loteriyadan farklı olarak, düzdür, loteriyaya benzerliği olabilir. Ama ondan farklı olarak buradaki insanların sayı durmadan artır. Durmadan artır ve buna göre de biz burada insanlar gəlir əldə edə bilirlər, qazanc əldə edə bilirlər. Layihəni hazırlayanlar hər bir kəsi nəzərə alıb, yəni hər bir yaşayış səviyyəsindən asılı olmayaraq hər bir kəs bura daxil ola bilsin. Yəni tələbə də daxil ola bilsin, yəni ki, təqaüdçü də daxil ola bilsin, işləyən də daxil ola bilsin. Yəni insan əziyyət çəkməsin. Buna görə layihənin qiyməti, yəni sistemə daxil olmaq üçün biz ömrümüzdə bir dəfə 4 manat bura sistemə ödəniş edirik və bizim etdiyimiz 4 manat avtomatik olaraq kiməsə gedir. Yəni sistem burada belə işləyir. 4 manat böyük pul deyil, bir fincan kofe qiymətinədir, amma bunun müqabilində biz böyük pullara sahib ola bilərik. İndi mən sizə göstərəcəm ki, biz burada hansı pullara sahib ola bilərik. Baxın, yenə mən qayıdıram, loteriyanın üzərində. Haradasa bunu ona bənzətmək olar. Amma loteriyada fərqli cəhətlər var ki, orada konkret. Tutaq ki, bir dəfə biz pul alırıq, orada qazanc yoxdur, sadəcə özümüzün yığdığımız pulu biz toplam şəkildə alırıq. Amma bundan fərqli olaraq bu projedə insanlar pul qazana bilir. Yəni burada crowdfundinglə biznes bir arada cəmləşib. Crowdfundinglə biznes bir arada cəmləşib. Yəni qazanc artıq biznes kimi qəbul etmək olar. Biz burada dedim ki, crowdfundingin prinsipindən istifadə edərək özümüzün işimizi qurub biznesimizi yaradırıq. Baxın, burada sizin gələcəkdə 4 manat, 2 dollar ödəniş bizdə dəfə ödəniş müqabilində biz hansı pulları qazana bilərik. Burada 4-6 mərhələ var və 6 mərhələni keçərək biz burada sonsuz dəfələrlə, yəni hər mərhələdə biz dəfələrlə pulu qazana bilirik. Bunu indi qarşıda mən göstərəcəm. Başlanğıc mərhələsi biz 4 dollar pul qazanırıq. Yəni 2 dollarla başlamışıq, 4 dollar pul qazanırıq. Birincidə 16 dollar qazanırıq, gümüşdə 64 dollar qazanırıq, qızılda 256 dollar qazanırıq, parlı brilyant 1024 dollar qazana bilirik, qələbə və isə yəni 6-cı mərhələdə 12228. Bu deməli, hər bir mərhələdə mən dedim axı, sonsuz qazanc var. Bu rəqəmlər hər bir mərhələnin birinci dövriyyəsində qazandığımız pullardır. Yadınızda saxlayın. Bir daha deyəcəm. Hər bir mərhələnin birinci dövriyyəsində bir dəfə bu pullar qazanırıq. Amma sonraki dövrlərdə biz daima başlanğıc birinci mərhələdən 12 dollar, ikinci mərhələdən 48 dollar, üçüncü mərhələdən 192 dollar, dördüncü mərhələdən 768 dollar, 5-ci mərhələdən 3072 dollar, 6-cı mərhələdən 12228 dollar pul qazana bilərik. Yəni, ümumi 2 dövrə üzrə, hələ 2 dövrə, burada 29912 dollar qazancımız əldə olur. Bəlkə bu bir də kimlərsə nağıl kimi görünə bilər ki, bəlkə kimlərsə buna inanmaya bilər, amma bu reallıqdır. Bu bir riyazi alqoritimdir. Məhz bu riyazi alqoritim imkan verir ki, insanlar cüzi məbləğlə pulu yatırım etməklə, sistemə daxil olmaqla olan şərtlərini yerinə yetirməklə pullara dəfələrlə sahib olsunlar. Biz burada nə iş görürük? İndi mən onun haqqında deyəcəm. Əslində burada bizim belə deyək, görəcəyimiz elə böyük bir iş də yoxdur. Sadəcə bizim işimiz burada insanlara bu projeni tanıtmaqdır ki, bəs bu projede gözəl imkanlar var, gözəl fürsətlər var. Gəlin, siz də bura qoşulun və bir yerdə qazanaq. Əlbəttə ki, bunu da kim istəyəcəksə gəlib sizinlə əməkdaşlıq edəcək, layihə ilə əməkdaşlıq edəcək və bir komanda olaraq qazanacaq.
İndi isə mən sizlərə qazanc planı haqqında məlumat vermək istəyirəm ki, biz burada nə iş görə bilirik, qazanırıq. Düzdür, indi mən bu təqdimatı edirəm. Bu təqdimata yəqin ki, qulaq asacaqsınız. Amma diqqətlə qulaq asanda müəyyən suallar yaranacaq ki, o sualların mütləq cavabını siz bu videonu sizə verən insandan almalısınız. Çünki bu işi biz düşünərək, tam bilərək, başa düşərək gəlməliyik ki, sabah bizdə bir suallar yaranmasın ki, nə oldu, mən getdim, bura pul yatırdım, pul qazana bilmədim. Yəni, bugün belə bir suallar insanlarda çox olur. Ona görə mən istəyirəm ki, bura gələn insan düşüncəli səviyyədə, hara gəlir, niyə gəlir, onu bilsin. Deməli, burada belə bir mərhələlər var. Birinci mərhələ burada başlanğıc mərhələsidir, sonra bürüz, qızıl və sarı. 6 mərhələdir. Hər bir mərhələdə bir ad qoyulub da belə deyək. Belə bir masalardır. Hər bir mərhələdə 4 dənə belə masadır. Yəni, hər bir mərhələdə biz 4 masanı keçməklə bu gəlirləri qazanırıq, əldə edirik. Baxın, bu masa 15 nəfərlik masadır. Ortada bir masa var. Sağ tərəfdə, belə deyək, 14 nəfər, üz üstə 7 nəfər, sol tərəfdə 7 nəfər, sağ tərəfdə də 7 nəfər. Deməli, biz bura gəldik, işlə tanış olduq, qərar verdik ki, bəli, mən burada pul qazanmaq istəyirəm, ödənişimizi edirik, ödənişimizi edəndən sonra biz boş masaların birinə düşürük. Baxın, burada mən sizə göstərəcəm. Baxın, yəni belə bir, hələ ki siz yeni qeydiyyata düşürsünüz, baxın, burada deməli sol tərəfdə 4 yer boş qalır və sağ tərəfdə həmçinin 4 yer. Amma ondan qabaqçı, yuxarıdakı yerlər doludur. Biz qeydiyyata düşəndə bu yerlərin sistem harada boşluq var, ora bizi salır və bizim məqsədimiz həmin olduğumuz sıra ki var, tutaq ki, mən gəldim, düşdüm bu yerə, mən çalışmalıyam bu 3 yeri doldurmağa. Yəni, mən insanlara məlumat verirəm ki, insanlar gəlsin. Məqsəd nədir? Burada məqsəd odur ki, tez-tez bu boş xanalar dolsun və biz gəlib bu mərkəzə düşək. Bax, bu yerlərin dolması üçün də siz və sizdən əlavə bu 3 nəfərin marağındadır ki, bu yerlər dolsun. Bunun üçün də nə dedik? İnsanlara məlumat verir və salam. Ki, bax, belə bir qazanc mexanizmi var, crowdfunding prinsipində işləyir və gəlin, birləşək, köməkli şəkildə, komanda şəklində işləyək. Əlbəttə ki, maraq olanlar, istəyənlər gəlir, qoşulur və biz gedirik. Deməli, biz nə edirik? Deyək ki, gəldik bu boş sıralardan birinə düşürük. Bu birinə bizik, 3 yerdə bizdən əvvəl dolan kimi bu stol bölünür. Stol bölünəndən sonra biz gəlirik, bax, bu 2 nəfərdən bu sıraya düşürük. Bu sıraya düşürük və yenə bizdə belə boşluqlar var, 4 dənə sağda solda və yenə çalışırıq ki, bu sıralar dolsun. Əlbəttə, bunun dolması üçün tək biz hərəkət eləmirik. Digər insanlar var, onlar da çalışır, onların da marağı var ki, tez-tez bu sıralar dolsun. Yəni, bu sıra dolandan sonra yenə bir daha bu masa bölünür. Bölünəndən sonra artıq biz gəlirik, çıxıq, bax, bura. Sizə göstərdiyim yerə. Biz gəlirik bura. Burada bir daha yenə bizdə belə bir vəziyyət yanı, yenə masalar doludur. Yenə masa dolandan sonra biz gəlirik düşürük mərkəzə. Bax, mərkəzə düşəndən sonra artıq biz ödənişimizi almalıyıq. Yəni, bizə düşən payı. Burada, belə deyək də, ver-al prinsipi işləyir. Yəni, biz bir dəfə kiməsə 2 dollar ötürdük sistem vasitəsilə, amma özümüz 8 nəfərdən pul alırıq. Yəni, 2 dollar verib, qarşılığında biz 14 dollar pul alırıq. Amma həmin 14 dolların hamısı bizə satmır.
burada pulların bölünməsi gedir. Yəni məhz alqoritm belə işləyir. Baxın, 4 sağ solda, 4 nəfər sağda. Biz də ortadayıq. Artıq bizim növbəmiz gəlir ki, pul alaq. Pul almalıyıq. Bu 8 yerdən 4'ü dolan kimi avtomatik biz ikinci mərhələyə keçmiş olaraq. Yəni burada bürünc mərhələsidir. Amma hələ stol bizim üçün açıqdır. Çünki biz hələ buradan pulumuzu da götürməliyik. Elə bil ki, qazandığımız 8 dolları sistem bizim deyir, amma sistem bizə vermir. Ona yerə o pula bizi keçirdir növbəti stola ki, orada böyük pullar qazanır. Qalır 4 yer. 4 yerdə avtomatik dolur, başlayır dolmağa. Bu 4 yerdən biri sistemə gedir, şirkətə gedir, yəni layihənin belə deyək, rəhbərliyinə, orada müəyyən işlərə sərf olunur, belə deyək, çünki onlar da bunu işi yaradır qazanmaq üçün. Yəni 5-ci ödəniş belə deyək. Yəni 4 ödəniş dedim ki, biz növbəti mərhələyə keçirdik. 5-ci ödəniş şirkətə getdi, yəni sistemin rəhbərliyinə, belə deyək. 6-cı, 7-ci ödəniş hərəsindən 2 dollar bizə gəldi, yəni bu da eləyir 4 dollar bizim cibimizə gəldi. Sonuncu 8-ci yerə isə bizə reinvest olur, yəni yenidən bizə, bax bu aşağıda bu masaların birində yenidən yer açılır. Yəni buna deyilir yenidən sərmayə. Yəni belə deyək, 16 dollardan 8 dolları verdim, növbəti yüksək masaya keçdim, ondan birini göndərdim sistemə, deyək ki, sistemin inkişafı üçün, ikisini qoydum cibimə, birinə də yenidən bir dənə 2 dollara yer aldım. Və proses budur. Bu 2 dollara yer almaq bu deməkdir ki, siz yenə də bu prosesləri keçərək gələcəksiniz. Bura yenə də həmin pulları qazanacaqsınız. Aydındır, yəni dəfələrlə 4 dollar ancaq bu masalardan qazanacağıq. Yəni birinci başlanğıc masasıdır. Biz artıq keçmişik, hara keçmişik? Bürüncə. Bürüncdə bizim qazancımız 16 dollardır. Amma girişi 8 dollardır. Biz artıq avtomatik qazanılmış puldan keçid etmişik. İndi baxalım, burada da həmçinin. Burada da artıq bizim komanda arxamıza gəlir. Çünki biz ancaq insanları birinci masaya, yəni başlanğıc masasına dəvət edirik 4 dollarla. Onlar da bu prosesləri keçir. Bu prosesləri keçdikcə onlar da hər birisi keçir bizim yanımıza, eyni zamanda pullarını qazanırlar. Baxın, burada elə ki, bizim üçün bu bütün 8 stolun ödənişi oldu, bu stol üçün bizim üçün bağlanır. Amma buna baxmır, əlavə bir stol bizim üçün açılır. Bax, sizdən sonra gələn insanlarda onlara da bu belədir, şamil olunur və onlar gəlir sizin yanınıza artıq 8 dollara olan masaları doldurmağa. Orada da həmçinin yenə gəlirsiniz, çıxırsınız mərkəzə. Mərkəzə çatandan sonra yenə artıq 8 yerdən qazanmağa başlayırsınız. Amma bu dəfə siz hər bir yerdən 8 dollar alırsınız. Onun 4'ü ödəniş olanda siz avtomatik 3-cü mərhələsi üçün açılır. Bu da gümüş mərhələsidir. Növbəti 4 nəfərdir. 4 yer dolanda isə artıq siz burada qazanclarınızı alırsınız. Və eyni zamanda burada da yenidən sizə belə bir gümüş stol açılır. Yəni gələcəkdə dəfələrlə o pulu qazanmaq üçün. Silverə keçirsiniz. Silverdə isə qiyməti 32 dollardır. Yəni qazanılmış pulla siz silverə keçirsiniz. Və orada da eyni proses. Eyni proses. Dəyişən nədir? Məbləğlər. Gümüş mərhələsində isə 64 dollar proqram alırsınız. İndi baxın. 3 mərhələni işə salmışsınız. 3 mərhələ sizin üçün işə düşüb və 3 mərhələ hər biri sizin üçün 4 dollar, 16 dollar, 64 dollar pul gətirir. Artıq sizin belə deyək də mexanizm işə düşmüşdür.
Artıq mexanizm işə düşmüşdür. 3 masanı aktiv etmişsiniz və bu masa öz axarında gedir və siz 4 dollar, 16 dollar, 64 dolları dəfələrlə qazanırsınız. Amma bir məqamı deyim sizə. Mən dedim axı sizə, ilk dəfə gələndə biz başlanğıcda 4 dollar qazanırıq. Elə ki sizə reinvest olunur, yəni yenidən sizə bu masada bir yer asıldı, reinvest yenidən sərmayə deməkdir. Artıq o prosesi keçəndən sonra 6 masadan pay alırsınız. Gəlir alsın. Yəni bu deyilir 12 dollar. Bürüncdən isə 48 dollar alırsınız, gümüşdən isə 192 dollar. Bir daha təşəkkürlər. Sistemə gələndə sadəcə bir dəfə bu pulları alırsınız, stollarda keçdikcə yeni stollar açılanda, yenidən yeni stol açılanda. Amma növbəti dəfə hər stoldan siz 6 qat pul qazanırsınız. Yəni burada 2 qat qazanırsa, burada sonradan 6 qat qazanırız. Və biz Silver'də də 64 dollarımız artıq qazandıq. Dediyim proseslər keçdi, keçid etdik. Biz keçid etdik hara? Qızıla. Baxaq görək. Qızılda artıq bizim qazancımız 256 dollardır. Və yenə gedirik. Biz getdikcə komanda arxamızda gəlir. Bu masalarda olur. Gəlib ortaya satırıq. Yenə 4 masa dolandan sonra biz artıq keçirik brilyant masasına. Növbəti 4 dollar gələndə növbəti 4 masa dolduqsa isə biz dediyim kimi bir masa gedir sistemin rəhbəri, sistemə 2 masa cibimizə, bir masa isə dediyim kimi reinvest və növbəti masalarda isə bu qiymət artıq 6 pay olur. Yəni burada biz ver al prinsipi ilə işləyir proses gedir. Yəni bir də biz pul veririk. Yəni bizim deyək ki belə deyək də biz gəldik ortaya satdıq. Bu 4 o ödəniş ki bizə oldu. Bu bizim qazancımızdır. Başlayırdınız mi? Birinci 4 masa. Biz buna bir şey verib növbəti masaya keçirik. Burada proses avtomatik olduğuna görə bu belə gedir. Aydın. Elə biləm ki bu hamıya aydın oldu. Aydın olmayanda yenə biz sizlərə tək-və-tək individual izah edəcəyik. Və beləliklə biz davam edirik, prosesləri keçirik və qızıldan çıxdıq, gəlirik brilyanta, orada 1024 dollar, oradan da sonuncu qələbə masasına, 6-cı masaya və davam edirik. Və ondan sonra da növbəti proseslərdə bu pulları qazanırıq. Baxın, bu pulları biz birdə dəfə ömrümüzdə 4 dollar yatırım etməklə bu pulları dəfələrlə qazana bilirik. Yəni burada siz tək deyilsiniz, burada bütün dünya işləyir. Və bütün dünya insanları ki, hansı ki burada 198 dollar, 198 ölkədən insanlar var, hamının marağıdır ki, bu boşxanalarda olsun. Boşxanalarda olsun. Düzdür, burada bir balaca insan dəvəti deyəndə, insanları cəlb etmək deyəndə bir balaca haradasa nəsə çətin görünür. Amma inanın, burada hətta dəvət etməsiniz belə, gec-tez sizin masalar gəlib bu pulları qazanacaq. Amma biz gözləmək istəmirik, biz tez qazanmaq istəyirik. Ona görə də ətrafımızda olan insanları biz bura cəlb edirik. Əziz dostlar, bax, gözəl imkanlar yaranır bizim üçün. Xırda bir pulla gəlib belə bir böyük pullara sahib olmaq. Artıq bu crowdfunding haqqında bizim Azərbaycan qanunvericiliyində deyək ki, işə düşəcək. Artıq heç bir qorxu hissi keçirə bilməz. Çünki bəzən bizim insanlarda bəzənlərində çox olur. Narahat olurlar. Birdən bizi tutarlar, birdən bizə nəsə cəlmə eləyərlər. Heç bir şeyə narahatçılıq yoxdur. Yəni biz burada bir-birimizə maddi dəstək oluruq. Necə ki, lotereya oynayırsınız. 10 nəfər yığışırsınız. Onda kimdənsə soruşmursunuz ki, biz bunu edək yoxsa etməyək. Bax, bu da həmçinin belə bir şeydir. İnsanların arasında olan bir prosesdir. Yəni, insanlar burada bir-birinə dəstək olur. Və sual olur ki, birdən məsələn, layihə bağlana bilər. Yəni, çox belə bir hallar olur da, məsələn, nə ola bilər?
Belə deyil də, ən bədmin halları. Birinci biz bədmin fikirləşmirik. Yəni, yenə deyirəm, 198 min insan, 198 ölkədən gördünüz ki, nə qədər burada insanlar fəaliyyət göstərir də, düzdürmü? Yəni, tək biz deyilik. Ən pis halda, belə deyək ki, bədmin fikirləşiriksə, itirəcəyimiz 4 manat olacaq, 2 dollar. Yəni, bu da elə biləm ki, ailə büdcəsinə təsir eləməyəcək. Amma biz itirməyə gəlməmişik. Biz qazanmağa gəlmişik. Onun haqqında fikirləşməməliyik. Biz qazanmalıyıq və insanlara belə bir mexanizmin olduğunu çatdırmalıyıq. Çünki hamının ehtiyacı var. Hamı qazanmaq istəyir. Hər şey burada şəffafdır. Kimlər qoşuldu, hardan qoşuldu, hamısı burada görsənir. Tez-tez bu yenilənir. Ona görə əziz dostlar, gəlin, bir olağın, bu cür fürsətlər bizə verilibsə, gəlin biz bunlardan kənar gəzməyək. Yəni, gözəl imkandır. Evdən çıxmadan belə, baxın, mən evdə oturub bu təqdimatı edirəm. İndi bu təqdimatı mən yerləşdirdim sosial şəbəkələrdən və insanlar özləri mənə yazacaqlar. Bu nə işdir, maraqlıdır, mən də istəyirəm. Belə də olur. Belə də olur. Yəni, buna deyirlər internet üzərindən onlayn şəkildə pul qazanmaq, onlayn biznes qurmaq və s. Yəni, artıq burada hər şey düşünülür, hər şey hazırdır, mexanizm, biznes tam hazırdır. Model tam hazırdır. Bizim nəsə fikirləşməyimizə ehtiyac yoxdur. Bizim üzərimizə düşən bu sistemi tanıtmaq. Heç bir şübhə olmadan, heç bir qorxu olmadan bu sistemi tanıtmaq və işimizi qurmaq. Çünki dediyim kimi, hamı istəyir yaşasın, normal şəkildə yaşasın. Buyurun, gəlin bir yerdə biz hərəkət edək, bu pulları qazanaq. Güc birlikdədir. Diqqətinizə görə minnətdaram. Düşünürəm ki, bunun üzərində fikirləşəcəksiniz. Hətta fikirləşmək yox, artıq araşdırıb, bütün detalları aydınlıq gətirib qərar vermək lazımdır ki, tez bir zamanda biz gedək bu pullara sahib olaq. Diqqətinizə görə minnətdaram.